Rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsi və məsuliyyətli istifadəsi gənclər üçün mühüm bacarıqlardandır. Bu fikirləri Regional İnkişaf İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Murad Qasımlı Milli Mətbuat 150 Rəqəmsal Erada Gənclər və Media Savadlığı layihəsinin yekun konfransı zamanı bildirib. Onun sözlərinə görə layihə regionlardan olan gənclərin media savadlığı üzrə biliklərinin artırılmasına və onların informasiya mühitində daha məqsədyönlü mövqe tutmasına xidmət edir. Medianın İnkişaf Agentliyinin media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova isə bildirib ki, müasir informasiya mühitində etibarlı məlumat məkanının formalaşdırılması media savadlığının gücləndirilməsindən keçir. O vurğulayıb ki, agentlik gənclərin tənqidi düşünmə və informasiyanı düzgün təhlil etmə bacarıqlarının inkişafını daim diqqət mərkəzində saxlayır. Sonda Bakı şəhərindən və regionlardan olan ümumilikdə 100 gəncin iştirak etdiyi konfransda media savadlığı nədir mövzusunda qrup işi və təqdimatlar həyata keçirilib.